Öd kisədə də daş olub da orada xərçəng yaranma ehtimalı daha yüksəkdir, nəinki öd kisədə polip olub xərçəng yaranma ehtimalı. Bu sualların birində öddə olan poliplərdən sual vermişdilər. Çox qısa, sadəcə mənim özümə də maraqlıdır. Nəzəriyyət çatdırım ki, Vasif, mən özümdə də 2 dənə polip var öd kisəmdə, kontroldadır. Çox vaxt o poliplərin ölçüsünü yazırlar, amma bəzən poliplərin üstü, üzəri xolesterin hopması olduğuna görə tam ölçü orada dəqiq ölçü vermək mümkün deyil. Əsas önəmli olan polipin ölçüsü əgər 1 sm keçirsə və ölçüsü balaca olub da sayı ondan keçirsə, məsləhətdir öd kisəsi çıxartmaq. Əgər xəstənin yaxın qohum-əqrəbasında xərçəng varsa, o zaman yəni bu əməliyyatı eləməyə dəyər. Amma ki, yaxın qohum-əqrəbada xərçəng aşkarlanmayıbsa, ölçüsü 1 sm-in üzərində deyilsə və yaxud da sayı onun üzərində deyilsə və xəstə də cavan yaşındadırsa, onu qətiyyən əməliyyatın əleyhinəyəm.